Kızlar, sabahımız xeyir olsun. Necəsiz? Dünənlər canlıda dediyim kimi dedim günləri çəkiliş başlayım. Makaron qoymuşam bişməyə, bu bişməyində olsun. Soğanı doğramışam, göyərtilər sizlə bir yerdə elədi. Qatıq burada hazırdır, bulamaq lazımdır. Bir dənə bunu gözləyirəm, makaron tam 80%, 85% beləncədən bişsin. Bunu süzəcəm ki, doğraya keçsəm bunu elə də vaxt ayıra bilməyəcəm. Yapış-yapış olmasın. Suyumu da qoymuşam. Sizə bilmirəm necədir, amma mən nəsə bankada su içmək mənə rahat gəlir. Belə qəşəng gedir. Bunu da qoyacam yuxarı. Bir də qızlar siz nə etmək istəyirəm. Xəmiri qarışdıranı qoyacam şkafın üstünə. Bura sizlə qoymaq istəyirəm. Mənim elə bir ki, JVC televizorum var. O vaxtın televizorları, o balaca televizorları yox idi, boz. Onun üstə də bir dənə qəşəng DVD qoyacam. Uşaqlarımın, qızlarımın toylarına yavaş-yavaş beləcə qoşub burada baxacam. Bu deyəsəm pişdi, mən tez söndürüm. Başladım qızlar bulamağa. Bu niyə belədir? Makaronu elədim. Şeyin halına baxın. Çaydanı. Onu da yuyaram. Götürmədim, tez bazar elədim. Burada təzə açılıb. Gəri girərik, baxarıq. Qaydan başı. Ailəncə izdik. Qızlar, yeməklər pişirdim. Elə bir ki, makaronu xingal əvəzi elədim də. Yəni, xəstə olanda yaxşıdır. Yaxşı gedir. Sarımsaq qatıq qoydum, elədim. Soğança, xingal soğançasını hazırladım. Ondan sonra bir doğğa. Dövğanın da duzunu, hər şeyini vurdum. Çıxdıq evdən. İndi gedirik 20 yanvara. Belə geyindim əynimi. Sumkada aç. O iki başının qabağına. Şöbə belə. Nəzindən gedirik. Sağ-salamat gedək. İnşallah ki, o paltarı tapaq. Dünənləri qızlara göstərdim Nəzrin paltarı. Bəyəndilər. İndi gedək. Kimə çəkirsən? Son. Qızlar, çox məyus halda çıxıram. Paltarı yarımca saat gecikdim, yarımca saat. Yarım saatı tez gəlsəydim, o paltarı geyinəcəkdim. Qızlar, Metroparka gəldik.
Baxsan. Bu içeride de var yolda. Qızlar, gəlmişəm. Nəzinlə gəlmişəm, çoxdan gəlmişəm, inansız. Elə peşman oldum ki, qızlar, o paltarımı yarım saat nədir ki, yarım saata mən gecikdim. Paltarı götürdülər, apardılar. İndi amma telefon nömrəsi götürmüşəm. Birinci gün, ikinci gün əlaqə saxlayacağam ondan. Gələn kimi gedib baxacağam. Amma oradan inansız getmişik Metroparka. Metroparkda baxdıq. Oradan sonra gəlmişik Laçına. Nəzrin üçün bir dənə, nə yaxşı ki, Nəzrin üçün paltar tapdıq. Əsas Nəzrinki idi. Buralar baxmayın, fikir verməyin. Çünki təzə gəlmişəm hələ. Deyə baxın, əynimə heç dəyişməmişəm. Dedim, bir dənə kofemi içim. Sonra buraları, qabları yuyaram. Qabları yuyaram. Qazın içini görürsünüz nə gündədir. Səhər elə tez çıxdıq. Yaxşı ki, elə tez çıxdıq. Elə tez qabları yudum. Nə qazın içinə baxdım, nə bir şey. Yaxşı ki, tez getdik. Çünki votavot gəldik, çatdıq da evə. Nəzrinin hazırlığı var idi. Axşam saat 6. Ay! Görürsünüz. Damladı. Dəmun dəmliyin buranın şeyini. Votavot çatdıq evə. Saat çünki 6-da uşağın dərsi var idi. 5 idi deyəsən də evə gəldik, çıxdıq. Elə tez yeməyini yedi. 6-ın yaşında ki, çıxdı getdi. Ya 5-in yarısı idi, ya 5-də idi, yadımda deyil. Nə yaxşı ki, yeməyi pişirmişəm, hər şey eləmişəm. Bir indi qazın içini silərəm. İnta bilmədim də nə qədərli video oldu, nə qədərli olmadı. İnansız Nəzrin ki, paltarı tapdı özünə. Üstümdən elə bir ki, bir dənə yük düşdü də. İndi mənki elədir ki, mən boşam da, yəni istədiyim vaxt çıxaram, gedərəm, baxaram da, taparam onu, götürərəm. Amma ki, Nəzrin elədir ki, Nəzrin vaxtı ümumiyyətcə yoxdur. Onun vaxtını tapmaq qeyri-mümkündür. Bazar günü bu günlərdir. Gələn həftənin bazar günü deyəsən şeydir, siz deyin. Sınaq imtahanıdır. Sorum nə vaxt gedəsən? Var belə. Bu dəmlənsin, bunu içeyim, bura qazın içərisini sileyim. Bir-iki dənə qab var, onları yuyaq. Elə bir şey daha çəkməyəcəm, daha yorğunam. Adamı yol dəhşət dərəcədə yorur da qızlar. Yol yorur. İnansız metro ilə o yana, metro ilə bu yana. Metro nə qədər girib çıxmışıq da, öldük da. Sonra qaydan başı, geçən metro avtobusa mindik, gəldik. Hanı mənim təsbihim? Stakanımı götürəm, çaşqamı gəlirəm. Gəlin belə sizi arxaya çəkim. Qaynasın. Qaşı da qoydum makanın içinə. Bu gün əslində tez durmalıydım. Gec durdum, saat 9-da durdum. 9-da durdum. İndi hal-hazırda bax yuxum gəlir. İndi bunu içim, özümə biraz gəlim. Bu günləri əməlli başlı şeyi keçmişəm, limiti keçmişəm. Prənik yemişəm, dalınca nə bilim vafli yemişəm, qazlı su içmişəm, hansı ki olmaz. Demək, bir dəfə ilə heç də olmaz da. Bir dəfə možnadır. İndi mənə də, yəni ki, mən istədiyim çəkidəyəm mən. Amma kim ki arıqlayır, kim ki arıqlamaq istəyir və arıqlama aşamasındadır, qəti olmaz ona. Nə vaxt arıqlayarsınız, nə vaxt
istədiyiniz nəticə gəlib çıxarsınız. Bax, onda da istədiyinizi yeyirsiniz. Mən gördüyüm olar ki, mən hal-hazırda qorumadayam da, özümü qoruyuram. Mən dəmləyirəm, sonra üstünə su tökürəm. Çox acı olmasın. Həm də ki, biraz su eləyirəm ki, şey olsun, necə deyim, içməli olsun da, qaynar olmasın. Bir də bunu 1 saat gözlə ki, nə vaxt soyuyacaq. Deyək. Soysun. Mən də bir dənə xurmam qalıb. Bir dənə xurma ilə içeyim. Qızlar, sizə nə deyəcəm? Laçında oldu axı. İnanın mənə, düzdür, paltar tapmaq var paltar. Amma hamısı da ki, açıq-saçıq. Hamısı açıq-saçıq. Onu baxırsan, qaşdı-maşdı, belə qaynana modunda paltarlardır da, hamısı da belə. İstədiyim kimi paltar yox idi. Mən bundan qabaq Nəzinə hər dəfə deyirdim ki, Nəzinim, bir dənə paltar görmüşdüm də, fasonu. Həm Nəzinə dedim ki, Nəzin, bu paltar sənə qəşəng duracaq da, bu paltar sənə qəşəng duracaq. Əvvəl deyirdi ki, yox, pisdir, qəşəng durmayacaq. Sonra biraz keçəndən sonra gördüm, o paltarı bəyəndi. O ki, rahat prakata ki, getmədi. Orada da bu belə paltar, bu fasonda paltar var idi. Sadəcə olaraq başqa materialdır. Yiyən bədəni, o dərini yiyən materialı idi. O da ki, Nəzin dedi ki, mama, mən qaşınacam da. Laçını gəzdik. Axırda Nəzin dedi ki, bir dənə o həmin mən fasonu demirəm, istədiyim fason Nəzin üçün bəyənmişdim. O fasonda bir dənə qırmızıya, necə deyim sizə, tam belə açıq qırmızı deyil də, qırmızının tündüdür. Bildiniz necə, bardovu da deyil, qırmızının tündüdür. O paltarı dedi ki, özü atlas materialdaydı. Dedi ki, bir dənə buna geyinək, uca çıxa-çıxdaydı, saat 5 işləyirdi. Yox, 5 işləyirdi, yoxsa 4 idi. Nəsə, bax, o vaxtlardaydı. Geyində əyninə elə qəşəng dayandı. Nəzin biraz məndə potuş-motoşdu. Bütün bədənini yığdı. Belə səliqəli, qəşəng, belə kutu kimi saxladı da onu da. Çox xoşuma gəldi. Elə onun da behini verdik, gəldik. Şükür ki, Nəzin paltarını tapdıq. Mən də ikinci gün inşallah qızla danışım. Görüm, gətiriblərsə o paltarı, gedim paltarı götürüm. Birinci əynimə giyineyim. Mən boyum elə də hündür deyil axı ki, onu qatlalamaq lazımdır, yığdırmaq lazımdır. Aşağı hissəsini baxaq görək. Baxsın. Mən də onu götürüm. Onu götürəndən sonra gərək gedim. Ona uyğun bir dənə vadalaska götürüm, seçim özüm üçün. Nə qədər şeylər var. Götürməliyəm. Mən bunu içim, sonra bir yerdə çıxarıq. Gecə-gecə gedərik Nəzin dalınca. Bu kofe heç kofedir də, deyil də bu kofe. Mehmet yox ha, Mehmetdə mən başqa, Mehmet məndə qutardı, Mehmet kofesi. Mən aldım, adı neydi, aloydu neydi, o da belə paçkadaydı. Heç bəyənmədim. Mehmetdən başqa kofe yalandı da, indi bilməm, başqa kofeləri içməmişəm, Mehmeti içmişəm. İndi prosta qab var idi deyə, mən öyle bir ki töktüm o qaba. Heç yaxşı deyil. Kofe almaq istəyirsə bunu almayın. Belə krem rəngindəydi, üstündə alo yazılmışdı, alo. Alo da, alo bir də 1870 neçənci il. 76 idi, yoxsa neçə idi? O yadımdadır. Mehmet baxım görüm neçənci ildir. Mehmet, bu 1871 budur. O 1030 neçə idi. Bundan bax, bundan əvvəl idi. Bu tarixdən əvvəl idi. Xoşuma gəlmədi. Heç bəyənmədim.
içində. Buralar silək qəşəng. O tərəzi inansız ki ya, gah o tərəfə çəkirəm, gah bu tərəfə çəkirəm. Fərq çəkmir ki. Üstəlik fəri çəkmir, plus da ki yerdə əyridir. Bütün kuxlanı sürütləyə gedirəm, yer axtarıram ki, tərpənməsin. Görüm sağlık olsun, yenə canlı açacağım. Все qızlar. Böyle kofemi axıra kimi içməmişəm. Bunu da içeyim. Все. Təmizdir. Yeməyim də var. Heç kəs yemək yeməyib. Çıxanda düzdür oğluma vermişdim makaron. Onu yemişdi. Heç nə yeməmişdi. Durur. Bu nə deməkdir qızlar? Bu o deməkdir ki, sabahları nə günüdür? Sabahları Afaqın xoşbəxt günüdür. Çünkü nədir? Çünkü sabah yemək pişirmək yoxdur.